Bir hədisi xatırlamaq istəyirəm. Peyğəmbər sallallahu aleyhi və səlləmin əzəmətli bir hədisi, hansı ki, İmam Tirmizi nəql edib öz sünənində Ənəs ibn Məlikdən, həmçinin rəvayət olunub Zeyd ibn Səbitdən. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə dünya və axirətin dərdini çəkəni xatırladır. Bunların yaşamını xatırladır, əhvalını xatırladır. Və deyir ki, kimin dərdi, səri, yəni fikri dünya olarsa, Allah Teala onun işini pərən-pərən edər. Və kasıblığını göz önündə edər. Dünyadan ona ancaq nə yazılıbsa o gələr. Sonra deyir ki, kimin də dərdi, kədəri, axirət olarsa, Allah Teala onun işini cəm edər. Yəni bütöv edər, yığar. Varlığını qəlbində edər. Dünya ona o istəməsə də gələr. Bu əzəmətli hədisə baxsaq, görərik ki, Rəbbimiz nə təqdir edib bizim üçün onsuz da gələcək bizə. Yəni Peyğəmbər s.ə.v demək istəyir ki, insan dünyanı dərd eləməməlidir özünə. İnsan qani olan olmalıdır Allah Teala'nın verdiyinə. Sözsüz ki, dünyadan payını unutmadan, dünyada ruzi tələb edərək, işləyərək, tənbəli olmadan, lakin dünyanı özünə dərd eləməməlidir. Çünki dünyanı dərd etmək insanı varlı eləmir və ya işlərini səhmana, səliqəyə salmır. Əksinə, işi dağınıq olur dünyanı dərd edən. İstəyi ancaq mal yığmaq, mülk yığmaq, hardan gəldi, fikir verməmək halaldan, haramdan. Peyğəmbər s.ə.v göstərir ki, onun işi pərən-pərəndir. Allah Teala pərən-pərən edir. Heç nəyə onun üçün səliqə səhmana salmır. Heç nəyə onu müvəffəq eləmir ki, hansısa işi düz getsin. Əksinə dağınıq, fikri dağınıqdır, qəlbi dağınıqdır. Ona görə kasıbdır. Çünki qəlbi kasıb edib Allah Teala onu. Kasıblığını göz önündə edib. Necə? Hara baxır, kasıblıq görür. Evi xəzinə ilə dolu olsa da, var dövlətlə dolu olsa da, hara baxsa kasıblıq görər, az görər. Ona görə Peyğəmbər s.ə.v bizi çəkindirir elə olmaqdan. Əksinə, dünyadan payımızı götürməklə əsas dərdimizin axirət olmağına rəğbətləndirir ki, istəyimiz, rəğbətimiz axirət olsun. Onsuz da Allah Teala nə təqdir edib yazılıb. Sən az bir səy göstərməklə Allah Teala nə yazıb sənə gələcək. Necə ki, o varlıq, hansı ki, dərdi, gücü ancaq dünyada, ona Allahın təqdir etdiyindən başqa işinə gəlmir. O, orada can vursa da, burada can atsa da, Allah Teala nə təqdir edib, o gəlir. Nə ruzi yazıb, onun üçün o gəlir. Ona görə ki, dərdin axirət olsun ki, Allah Teala sənin işini cəm etsin. Yəni, səni müvəffəq eləsin işlərində, asanlaşdırsın işlərində, qəlbivi cəm etsin, fikrivi cəm etsin, kasıblığı yox etsin səndən nə ilə? Qəlbivi varlı etməklə. Qəlbin varlı olmağı əzəmətli neymətdir. Həqiqi varlılıq qəlb varlılığıdır. Peyğəmbər s.ə.v soruşanda varlılıq haqqında deyir ki, əsas varlılıq qəlbin varlılığıdır. Qəlbən varlı olur. Qəlbən varlı olan insan qani olur. Allah Teala'nın verdiyinə razı olur. Az olsa belə. Az olsa belə o Allahın verdiyinə razıdır, şükrünü edə bilir. Onu düzgün sərf edə bilir. Bilir halal nədir, haram nədir. Və dünyadan da, dünya o istəməsə də dünyanı Allah Teala nə yazıbsa gəlir ona. Ona görə dünyanı Allah Teala yazıb bizə. Biz istəsək də, istəməsək də, lakin əmr edib tələb edək onu gözəl bir şəkildə. Necə Peyğəmbərlərə buyurmuşdur ki, gözəldən yeyək, halaldan yeyək. Və bil ki, nə yazıb Allah Teala, sən onu yiyib, qurtarmayınca da canlı almayacaq. Necə ki, Peyğəmbər s.ə.v-dən sabitdir ki, hər bir nəfs son ruzisini yeməmiş ölməyəcək. Ona görə alimlər bu hədisləri şərh edəndə bir hekayəyə toxunurlar. İnsan son ruzisini yeməmiş ölmür. O haqda deyirlər ki, bir nəfər olur, yolla gedəndə su içmək istəyir. Gör, quyu var, yaxınlaşır içməyə, əyilir, düşür içinə. Yoldan keçən adamlar görürlər, səs gəlir, çıxarırlar onu oradan. Biraz özünə gətirirlər, süd verirlər ona biraz ki, yaxşı olsun.
Özünə gələndən sonra deyirlər ki, necə oldu düşdün ora? Deyir ki, dayanmışdım quyunun bu yanında, yenə düşür ola ölür. Deyirlər ki, son rusi o süd idi ki, onu çıxaranda verdilər ona. Baxmayaraq ondan qabaq da düşmüşdü eyni şəkildə. Lakin Allah Taala nə yazmışdısa, onu yedi sonuncu, ondan sonra öldü. Yəni insan Rəbbi nə yazıbsa onu yiyib bitirməyincə onsuz da dünyadan gedən deyilsən. Ona görə də dünyanı dərd eləməməlisən. Əksinə axirət dərd eləməlisən ki, sabah Allah Taala'nın huzuruna çıxacaqsan. Nə cavab verəcəksən? Başlı qalacaqsan Rəbbinlə, soruşacaq səndən. Ona görə o suala cavab hazırlamalısan. Ən böyük dərd axirət dərdi olmalıdır. Dünya isə adı dünyadır. Yəni bir şeyin ki adı dünyadır, o bəs edir ki, ondan kəm, qəm, qüssə nə varsa gəldi, gedərdi. Allah Taala bizə dünyanı dərd eləməsin. Əsas dərdimizi axirət dərd etsin. Rəbbimizin huzuruna çıxanda alnı açıq, onun sorğu-sualından, imtihanından çıxa bilənlərdən etsin. Bizi eşidib faydalarından etsin. Məclisimizi mübarək eləsin. Xeyirli, bərəkətli etsin. Qul mə təsmə'un və əstəğfirullah li və lakum və li sairil muslimin kullindən fəstəğfiruhu innəhu ğafurur rahim.